Erkən boşalmanın səbəbləri barədə danışarkən, bunların içində xroniki prostatiti qeyd eləməmək olmaz. Çünki xroniki prostatit erkən boşalma hallarının əsas səbəblərindən biridir. Xüsusilə orta yaşlı insanlarda, ailəli insanlarda erkən boşalmanın baş verməsinin əsas səbəblərindən biri xroniki prostatitin olmasıdır. Bunun mexanizmi necə olur? Bu necə baş verir? Yəni, prostatda gedən uzun müddətli iltihab, həmən iltihabın sidik kanalının kökünə, yəni arxa divarına sirayət edir. Həmən nahiyədə iltihabın baş verməsi həmən hissənin həssaslığını artırır. Bu da ereksiya zamanı, sətləşmə zamanı o nahiyənin tez qıcıqlanmasına və tez boşalmanın baş verməsinə gətirib çıxarır. Ona görə burada həkimin əsas vəzifəsi oradakı iltihabı götürmək, uretranın arxa divarında, yəni arxa uretrada olan iltihabı götürməkdir ki, orada tez qıcıqlanmanın qarşısı alınsın və erkən boşalma halları aradan qaldırılsın.